Bugün reklam mədəniyyəti, reallıq və perspektivlər, reklam və marketinq məsələlərinə müasir baxış adlı 1-ci Bakı Beynəlxalq Elmi Praktik Konfransı başlayıb. Konfransın işində dünyanın 20-dən artıq ölkəsinin reklam və marketinq mütəxəssisləri iştirak edirlər. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub. Sonra konfrans iştirakçıları ölkəmizin reklam sənayesinin və turizm potensialını əks etdirən sərgi ilə tanış olublar. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə keçirilən konfrans millidən qlobala, qlobaldan milliyə şüarı altında keçirilir. Konfransda çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev bildirdi ki, bu konfransın keçirilməsi Azərbaycan dövlətinin son illər apardığı məqsədyönlü sosial siyasətinin modernləşməsində reklam və marketinq işinin mədəni dəyərlərə uyğun qurulması baxımından çox vacibdir. Millət vəkili Nizami Cəfərov isə konfransda mədəni dəyərlərin qorunmasında reklamın rolundan danışıb. Azərbaycan Reklamçılar İttifaqının sədri Hacı Əmi Atakişiyev konfrans iştirakçılarına Azərbaycan reklam sənayesinin mövcud vəziyyəti, potensialı və perspektivləri barədə məlumat verib. 2 gün davam edəcək konfransın işində dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Rusiya, İngiltərə, İsveç, İspaniya və Türkiyədən gəlmiş ekspertlər iştirak edir. Burada olmaqdan çox məmnunam. Doğrudan da möhtəşəm Avroviziya mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində belə konferansın təşkili təqdir olunası haldır. Çünki ölkəmizin milli mənəvi dəyərlərinin beynəlxalq aləmdə yetərincə tanınmasında belə tədbirlərin rolu olduqca böyükdür. Qloballaşan dünyada tanınmış marketinq və reklam mütəxəssislərinin Bakı şəhərində bir araya gəlməsi əlamətdar hadisədir. Bu bir tərəfdən ölkəmizin beynəlxalq aləmdə yüksələn imicinin göstəricisidirsə, digər tərəfdən respublikamızın reklam sənayesinin dünya standartları səviyyəsinə qaldırılmasına verilən bir töhfədir. Bugün beynəlxalq reklamçı ekspertlərin və Azərbaycan reklamçıları ilə bir masa arxasında oturub müzakirə etməsi və Azərbaycan reklamının yaxın gələcəkdə inkişaf mərhələsinə qaldırılması artıq göstərir ki, Azərbaycanın yaxın gələcəkdə reklam mexanizmi beynəlxalq standartlar səviyyəsinə qalxacaqdır. Burada mədəni əlaqələr var, burada turizmin inkişafı var, burada memarlıq abidələrinin dünya ictimaiyyətinə çatdırılması var. Konfrans başqa sahələrdə olduğu kimi və reklam sahəsində də çox əhəmiyyət təşkil edir. Bura bütün ölkələrdən, xarici ölkələrdən mütəxəssislər gəliblər. Bunların fikirlərini bizim bölüşməmiz bizim üçün çox vacibdir. Və bunun inkişafı nəinki reklamda və başqa sahələrdə, turizm sahəsində də Azərbaycan reklam olması Azərbaycan üçün xeyri var. Konferansdan əlbəttə biz çox şeylər gözləyirik. 2 gün davam edəcək konfransda ayrı-ayrı sahələr üzrə məruzələr dinləniləcək, ustad dərsləri keçiriləcək. Surxay Atakişiyev, Tofiq Ağayev, Nayda Babayeva xəbərlər.